Bugün söz açacağımız cinayət işində mərhum düz bir ay itkin hesab olunub, meyidi isə təndirin altında qalıb. Daha doğrusu, öldürüləndən sonra meyit bastırılıb, üstü betonlanıb və meyidin üzərində təndir tikilib, çörək bişirilib. Belə bir amansız hadisənin kim tərəfindən, niyə törədildiyini eşitdikdə isə şok olacaqsınız. Başlayaq. Günlərin bir günü Quba sakini İldırım Fərhadov itkin düşür. İlk günlər məsələ çox narahatlıq doğurmasa da, zaman keçdikcə əzizləri məsələnin ciddi olduğunu hiss edirlər. Təbii ki, hər kəs İldırımın harda olduğunu onun həyat yoldaşı Əzizə Sadıqovadan soruşurlar. İldırımla Əzizə rəsmi nikahda olmasalar da, az sonra onların niyə nikahda olmamalarını da aydınlaşdıracağıq, amma ər-arvad kimi yaşayırdılar. Əzizə bildirir ki, yoldaşı Yesentukiyə gedib və hələ ki geri qayıtmayıb. Yesentuki məsələsi insanları biraz toxtatsa da, İldırımın qardaşı çox da rahatlaşmır. Hər ehtimala prokurorluğa müraciət edir. Müraciət etməklə yanaşı o, qardaşının həyat yoldaşı ilə ortaq tanışları olan, yəni hər ikisini tanıyan Kamil adlı bir şəxsə deyir ki, Əzizədən zəng edib bir daha soruşsun ki, İldırım hardadır? Əzizə yenə də deyir ki, İldırım Yesentukiyə gedib. Kamil Əzizəni görəndə ona deyir ki, İldırımın qardaşı onun Yesentukiyə getməyinə deyəsən inanmır, şübhələnir. Bu zaman Əzizə deyir ki, belə getsə qaynım ona hələ çox şikayət edəcək, yəni ondan çox şikayətlər eşidəcək. Yaxşısı budur, savadlı bir vəkil tutmaqda ona köməklik etsin. Beləcə Kamillə Əzizə, yəni tanışlar Beyləqandan Bakıya üz tuturlar ki, vəkil tapsınlar. Yolda taksi sürücüsü onlara bir vəkil məsləhət bilir və nömrəsini verir. Vəkillə görüşəndə Əzizənin danışdıqları Kamili təəccübləndirir. Çünki Kamil Əzizənin tanışı idi, ona inanırdı. Lakin Əzizə bu günə qədər ərinin Yesentukidə olduğunu desə də, vəkillə görüşəndə bildirir ki, əri çox güman ki, Suriyaya gedib. Vəkillə görüşən Əzizə deyir ki, İldırım son vaxtlar din qardaşları dediyi dostları ilə tez-tez görüşür və Suriyaya getmək barədə plan qururdular. Ona tamam başqa məsələlərdən danışır və vəkil söylənilən faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verir. Xidmət əməkdaşları Əzizənin izahatını aldıqdan sonra İldırımın Beyləqandakı evində axtarış aparır. Evdən dini ədəbiyyat və bir ədəd soyuq silah hesab olunan xəncər tapılır. Baş verənlərdən 2 gün sonra sentyabrın 8-də Əzizə Kamili anasının Bakıdakı evinə çağırır və ondan məsləhət istəyir. Deyir ki, əri İldırımı böyük oğlu ilə birlikdə öldürüb, pul qarşılığında bu işi örtbasdır eləməkdə ona kömək edəsin. Yəni bunu ondan xahiş edir. Lakin sonra bəlli olacaq ki, əslində o bu işi heç oğlu ilə də yox, başqa bir kişi ilə birləşərək həyata keçirib. Kamil Əzizənin bu təklifindən sonra düşünür və qərara gəlir ki, bu işin üstü örtülü qala bilməz. Bugünə qədər Kamil Əzizəyə inanırdısa, artıq görür ki, bu işin içində Əzizənin özü var və onun dediklərini itkin sayılan İldırımın qardaşına çatdırır. Əslində İldırımın qardaşı Əzizənin hər kəsə yalan söyləməsindən hələ bir ay əvvəl, avqust ayında şübhələnmişdi. O bu şübhələrini prokurorluğa yazdığı ərizədə də bildirmişdi. Beləliklə, İldırımın qardaşının yazdığı ərizə, Əzizənin əri haqda verdiyi ziddiyyətli ifadələr, həmçinin Kamili şahidliyi əsasında qadın şübhəli şəxs qismində prokurorluqda dindirilir. Əzizənin dəhşətli etiraflarından əvvəl itkin sayılan İldırımla bağlı bir neçə məqama diqqət yetirməliyik. İldırım tündxasiyyət və inanc baxımından radikal dindar idi. Deyilənlərə görə arvadı Əzizənin də başını İslam qaydasında məhz onun tələbi ilə bağlayıbmış. İldırım oğlunu da incidirmiş. Oğlu dəfələrlə onun qəzəbindən qurtulmaq üçün evdən qaçaraq çöldə gəzirmiş. Dindar ata evdə musiqiyə qulaq asmağı, seriallara baxmağı,
qəti qadağan edilmiş. Əzizə bir neçə dəfə onunla rəsmi nikaha girmək istədiyini bildirsə də, İldırım hər dəfə İslam dinində rəsmi nikahın önəmi yoxdur cavabını verilmiş. Az əvvəl qeyd etdiyimiz məqam ki var idi, onlar niyə qeyri-rəsmi yaşayırdı sualın cavabı da məhz burada aydın olur. İldırım Fərhadov özünə məxsus fermer təsərrüfatının işləri ilə bağlı çox adamlarla ünsiyyətdə idi. Bu sıradan onun evinə, ailəsinə yaxın adamlardan biri uzaq qohumu Şahsuvar Əsədov idi. Şahsuvar qonşu kənddə yaşayırdı, İldırımla ailəvi yaxın idilər. Hətta gələcəkdə quda olmaq niyyətindəymişlər. Yəni Şahsuvarın qızı İldırımın gəlini olacaqmış. Yəni mərhumun gəlini olacaqmış. Bu yaxınlığa baxmayaraq istintaq materiallarında yer alan ayrı-ayrı şahidlərin ifadələrindən məlum olur ki, İldırım Şahsuvardan o qədər də xoşlanmırmış. Buna səbəb Şahsuvarın mal oğrusu olmasıymış. Törətdiyi onlarla belə əməllərdən birini də elə bir dəfə İldırımın başına gətirmişdi. Şahsuvar İldırımın qoyununu oğurladığına və həmçinin pul borcu olduğuna görə gələcək qudası tərəfindən, yəni potensial qudası tərəfindən möhkəm döyülmüşdü. İldırımın arvadı Əzizə Sadıqovanın ifadəsindən məlum olur ki, əri Şahsuvarı döydükdən sonra evdə süfrə açıb birlikdə yemək yeyərək yenidən barışıblarmış. İndi isə qayıdaq hələ ki itkin hesab olunan İldırıma. Daha doğrusu onun arvadı Əzizə Sadıqovanın etiraflarına. Ondan başlayaq ki, müstəntiqə verdiyi ifadəsində Əzizə Kamilə İldırımı oğlumla birlikdə öldürmüşəm dediyini qətiyyətlə inkar edir. Deyir ki, həmin gün ümumiyyətlə oğlu evdə olmayıb və bu doğrudan da faktlarla təsdiqlənibdir ki, həmin gün oğlu evdə olmayıb. Bununla belə hadisə barədə istintaqa ilkin etiraf edici ifadə də verir. Etiraf edir ki, əri İldırımla yaşamaq artıq mümkün deyilmiş. Buna görə də anasından qalmış puldan 8000 manat ayıraraq bu məbləğin müqabilində Şahsuvara ərini öldürməyi təklif edir. 2018-ci il iyulun 26-sında Şahsuvar onların həyətində İldırıma təsərrüfat işlərində köməyə gəlir. Gecə saatlarında Əzizə İldırımın damda olan tüfənginin və patronların yerini Şahsuvara deyir. İldırım səkinin pilləkənində oturub dincəlirmiş, Şahsuvar elə bu vəziyyətdə ona kürək nayihəsindən 2 dəfə atəş açaraq onu qətlə yetirir. Şahsuvar Əsədovun 10 sentyabr 2018-ci ildə Biləsuvar rayon prokurorluğunda rayon prokurorunun böyük köməkçisi 2-ci dərəcəli hüquqşünas Rövşən Kazımova verdiyi saat 17:55-də başlayıb 18:42-də yekunlaşan ifadəsində belə qeyd olunur. Sual: tüfəngin kimə məxsus olması barədə nə deyə bilərsiniz? Cavab: həmin tüfəngi dəfələrlə İldırımın əlində görmüşdüm. İldırım o tüfənglə mənim yanımda bir neçə dəfə ov quşlarına atəş açmışdı. Növbəti sual: konkret olaraq İldırıma neçə güllə vurmağınız barədə nə deyə bilərsiniz? Cavab: İldırım əvvəllər mənə qoşallı tüfəngin bir tərəfinin işləmədiyini demişdi. Ona görə də 2 patron götürüb tüfəngə qoydum ki, biri açılmayanda o biri açılsın. Atəş açanda gördüm ki, sən demə ikisi də işləyirmiş. Sual: həmin güllələrdən neçəsinin İldırıma dəydiyini deyə bilərsiniz? Cavab: həmin güllələrdən biri İldırımın kürəyinə dəydi. Həmin an əriməsliyi üçün digər güllə talvarın altındakı hörgüyə dəydi. Həmin güllə İldırımdan yan keçdi. Lakin elə bir güllə də İldırım canını tapşırdı. İstintaq materiallarından görünür ki, İldırımı qətlə yetirdikdən sonra Əzizə ilə Şahsuvar əvvəlcə meyidi mələfəyə, sonra nimdaş xalçaya bükərək həyətin bir tərəfində dərinliyi təxminən metr yarım olan çala qazaraq meyidi orada bastırırlar.
Ertəsi gün Əzizə Şahsuvara 100 manat pul verir, o da meyitin bastırıldığı yerin üstünə çınqıl daş tökdürür. Bir neçə gün sonra isə Əzizə həmin yeri betonlatdırır və ərinin bastırıldığı çalanın üstündə çörək bişirmək üçün kürə tikdirir. İldırımın bütün sənədlərini isə Əzizə yandırmağa məcbur olur. Çünki əgər ərinin Suriyaya getdiyini deyirdisə, sənədləri də elə onun özündə olmalıydı. Artıq vaxt idi. Şahsuvar Əsədov istintaqa İldırım Fərhədovun bastırıldığı yeri göstərir. İldırım çörək bişirmək üçün qurulan kürənin alt hissəsində bastırıldığından təndir sökülməli idi və təndirin söküntüsü başlayır. Söküntü zamanı əvvəlcə kürənin üzərində olan dəmir talvar götürülür. Sonra yanmayan kərpicdən hazırlanmış kürə tam olaraq sökülür. Beton təbəqə xüsusi inşaat alətləri ilə dağıdılır. Beton dağıldıqdan sonra altındakı çınqıl daşlar və torpaq təbəqə 1 metr 30 sm dərinliyinə qədər qazılaraq çaladan çürümüş və torpağa bulaşmış xalça, xalçanın altında isə eyni şəkildə torpağa bulaşmış vəziyyətdə üzəri müxtəlif şəkillərlə bəzədilmiş, mələfəyə bükülmüş, bəzi hissələri kəskin çürüməyə məruz qalmış meyit çıxarılır. Meyitin ayaqları uzunluğu 6-10 sm olan hörülmüş sintetik materialdan hazırlanmış kəndirlə bağlanmışdı. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Ekspertiza ilə məlum olur ki, bu İldırım Fərhadovun meyididir. Maraqlıdır ki, hər şey gün işığı kimi aydın olduğu bir vaxtda hadisədən sonra təqsirləndirilən şəxslər istintaqa verdikləri ilkin ifadələrini təhrif edərək bir-birlərini ittiham eləməyə başlayırlar. Əzizə Sadıqova İldırım Fərhadovu öldürmək üçün Şahsuvar Əsədova qətiyyən pul vermədiyini deyir. Bildirir ki, Şahsuvar Əsədov İldırım Fərhadovu onun qızının nişanını qaytaracağı ilə hədələdiyinə görə öldürüb. Cinayəti bilə-bilə gizlətməsinin səbəbi isə güya ki, Şahsuvar Əsədovun onu və övladlarını öldürəcəyi ilə hədələməsi olub. Əzizə Sadıqova and içir ki, Şahsuvar Əsədov İldırım Fərhadovu tüfənglə vuranda o mətbəxdə olub. Tüfəng səsi eşidib, çölə çıxıb, ərini həyətdə uzanmış vəziyyətdə görüb. Polisə zəng etmək istəyəndə isə dediyimiz kimi güya ki, Şahsuvar onu hədələyib. Hər iki şəxsin üzləşdirilməsi zamanı həm Əzizə Sadıqova, həm də Şahsuvar Əsədov yenə ilkin ifadələrinin əksinə olaraq günahı bir-birinin üstünə atırlar. Ancaq istintaqı bəhanələrlə azdırmaq mümkün deyil. Şahidlər, faktlar, maddi sübutlar hadisənin necə baş verdiyini artıq göstərirdi. Beləliklə, Əzizə Sadıqova 16 il 6 ay, Şahsuvar Əsədov isə qəti olaraq 18 il 9 ay müddətinə azadlıqdan məhrum edilir.